Ən dəqiq astroloji enerjilərə əsasən 2025-ci ilin noyabr ayında bürclərin ən uğurlu pul günləri belədir. Qoç pulda uğurlu günlər 4, 12, 21, 29 noyabr. Bu günlərdə qəfil gəlir, əlavə qazanc və ya borcun geri alınması mümkündür. Məsləhət, qorxmadan investisiya et, amma tələsik qərar vermə. Buğa pulda uğurlu günlər 3, 10, 18, 25 noyabr. Gözlənilməz gəlir, miras və ya yeni qazanc imkanı ola bilər. Məsləhət, əlində olan pulu ağılla yönləndir, çoxalacaq. Əkizlər pulda uğurlu günlər 2, 7, 15, 23 noyabr. Yeni iş təklifləri, satış və ya internetdən gəlir ehtimalı yüksəkdir. Məsləhət, rəqəmsal sahələrdə aktiv ol, qazanc artacaq. Xərçəng pulda uğurlu günlər 5, 11, 20, 27 noyabr. Ev, ailə və şəxsi bizneslə bağlı gəlir artımı gözlənilir. Məsləhət, ailənin dəstəyini qəbul et, şans oradadır. Şir pulda uğurlu günlər 6, 14, 22, 30 noyabr. Kreativ işlər, səhnə və ya sosial platformalarda gəlir artacaq. Məsləhət, özünü göstər, maddi axın səni izləyəcək. Qız pulda uğurlu günlər 1, 9, 17, 26 noyabr. Dəqiq və planlı addımlar bu ay maddi sabitlik gətirəcək. Məsləhət, kiçik məbləğləri belə düzgün yönəl, çoxalacaq. Tərəzi pulda uğurlu günlər 8, 13, 19, 28 noyabr. Əməkdaşlıq və ortaqlıqdan gəlir ehtimalı çox yüksəkdir. Məsləhət, güvəndiyin insanla birgə layihəyə başla. Əqrəb pulda uğurlu günlər 3, 10, 18, 24 noyabr. Gizli gəlir, bonus və ya köhnə borcun ödənməsi mümkündür. Məsləhət, pul məsələsində sirrini az paylaş, qazanc artar. Oxatan pulda uğurlu günlər 2, 11, 16, 25 noyabr. Yeni gəlir mənbəyi və ya kənardan maddi dəstək görünür. Məsləhət, şans oyunlarından uzaq dur, real fürsətləri dəyərləndir. Oğlaq pulda uğurlu günlər 5, 12, 20, 29 noyabr. Karyerada yüksəliş və rəsmi gəlir artımı ehtimalı çoxdur. Məsləhət, işdə məsuliyyəti artır, rəhbərlik bunu görür. Dolça pulda uğurlu günlər 4, 9, 18, 26 noyabr. Layə, texnologiya və ideyadan qazanc mümkündür. Məsləhət, qrup işi və dost dəstəyi sənə bolluq gətirəcək. Balıq pulda uğurlu günlər 6, 14, 23, 30 noyabr. İlhamla edilən iş, intuisiya və yardım enerjisi bərəkət